Limfa sistemi, uşaqlar, belə deyərdim ki, vena damarının bir qoludur. Mən bunu həmişə deyirəm. Limfa damarı sanki bir vena damarıdır. Amma limfa kör qurtarır deyirik. Kör qurtarır. Yəni, limfanın başlandığı yer sanki yoxdur, yəni ürəkdən çıxan yeri yoxdur, amma gedib ürəyə qoşulan yeri vardır. Gəlin görək bu necə həyata keçir və limfa sistemi ümumiyyətlə nəyə lazımdır? Yadınızdadırsa, mən keçən dəfə nahaq yerə sizə bu şəkli çəkmədim. Belə ki, mən dedim ki, bütün orqanlara damarların girib çıxma mexanizmi arteriya, kapilyar, vena ardıcıllığı ilə gedir. Düzdürmü? Arteriya, kapilyar və vena ardıcıllığı ilə. Siz dediniz ki, böyük qan dövranında oksigen və qidalı maddələrlə zəngin olan qan arteriya damarının hər hansı bir orqana girir. Və kapilyar bir qat epitel toxuması olduğu üçün burada mübadilə gedir. Hansı mübadilə? Bu bir orqandır. Orqan demişəm ki, orqan hüceyrələrdən ibarətdir. Hüceyrə və hüceyrə arası mayedən ibarətdir. Yəni, bu adlanır toxuma mayesi. Yəqin ki, keçən dəfə demişdim ki, orqanizmimizin daxili maye mühiti qandır, limfadır və toxuma mayesidir. Amma hüceyrənin daxili maye mühiti desə nəyi götürəcəyik? Sitoplazmanı götürəcəyik. Baxın, hər hansı bir hüceyrənin fəaliyyəti zamanı mütləq ora oksigen daxil olmalıdır və o hüceyrənin fəaliyyəti nəticəsində karbon qazı çıxmalıdır. Bu, bütün orqanlarda bu ardıcıllıqla gedir. Yəni, oksigen girməlidir hüceyrənin içinə, çünki oksigen oksidləşmə proseslərini həyata keçirir. Oksidləşmə nədir uşaqlar? Parçalanma proseslərini həyata keçirir. Yəni, biz məsəl üçün yediyimiz qidaların hamısı parçalanma yolu ilə, yəni oksidləşmə yolu ilə parçalanır və bu parçalanma nəticəsində də karbon qazı, eləcə də zərərli maddələr, amonyak, bax, amonyak NH3 yazılır. Zərərli amonyakdır, nə bilim, hüceyrədən ayrılan suyun artığıdır və s. Nə artıq-urtuq varsa, ola bilər ki, hüceyrədən, bax, amin turşusu artıqlığı yaransın burada, nə bilim, yağ turşusu, gliserin artıqlığı yaransın, hər şeyin artıqlığı yarana bilər. Yadınızdadır, mən demişdim, bağırsaqdan çıxan, bax, dediniz ki, amin turşularıdır, yağ turşusu, gliserindir, zirdir, zibildir, hamısı, nə bilim, qanla neynədir? Soruldu, getdi, düzdür, soruldu qana. Bax, bu qanla, böyük qan dövranı ilə gəldi, bax, töküldü toxuma mayesinə. Toxuma mayesinə töküldü, sorulur bura, hüceyrədə yaranan artıq ifrazat məhsulları çıxır toxuma mayesinə və buradan da sorulur hara? Kapilyara. Kapilyara keçir. Kapilyardan ötürülür hara? Vena damarına. Bunu biz keçən dəfə demişdik. Aha, məsələ buradadır ki, kapilyarın təkcə gücü çatmır bu prosesləri həyata keçirtməyə. Çünki burada o qədər artıq şeylər olur ki, ən azından suyun nə qədər artıqlığı yaranır uşaqlar burada. Nə qədər artıqlığı yaranır ki, kapilyarın gücü çatmır onu vena damarına daşımağa. Ona görə burada kapilyara ikinci bir kapilyar şəbəkə qoşulur kömək məqsədi ilə ki, bu kapilyar şəbəkənin adı limfa kapilyarlarıdır. Limfa kapilyarlarıdır. Gördüyümüz kimi, limfa kapilyarları öz başlanğıcını, baxın, bu aralıqdan götürür. Yəni, toxuma mayesindən götürür. Toxuma mayesindən götürülən limfa kapilyarı, görürsünüz, məsələn, arteriya başlanğıcını götürdü ürəkdən, qarın aortasının ayrılırdı,
ürəkdən başlanğıc götürürdü. Amma görün, orqana girən limfa damarı çəkmişəmmi? Xeyr. Orqana girən limfa damarı yoxdur. Amma orqandan çıxan limfa var. Ona görə biz deyirik ki, limfa kor qurtarır. Deməli, limfa kapillərləri toxuma mayeəsində kapillərin sora bilmədiyi, daşıya bilmədiyi, venaya çıxara bilmədiyi artıq-urtuq, nə su varsa, nə zülal varsa, nə artıq molekul varsa, limfa kapillərləri onu sorur. Və limfa kapillərləri orqandan çıxanda keçir artıq qalın limfa damarlarına keçir. Bunun içində limfa kapillərləri olur. Çıxır, burada necə ki, kapillər vena damarına keçmir, damarına keçir. Burada da limfa kapillərləri limfa damarlarına keçir. Deməli, limfanın əsas işi toxuma mayeəsində toplanan artıq mayeni yenidən qaytaracaq qan damar yatağına qaytarmaqdan ibarətdir. Baxın, limfa damarları ilə çıxardır, limfa damarları boyunca uşaqlar, limfa düyünləri yerləşir. Bu limfa düyünləridir, çıxır limfa damarları, burada bir düyündür, çıxır, burada bir düyündür, limfa düyünləri yerləşir. Baxın, hansı ki, bu limfa düyünlərində, indi birazdan deyəcəyik, qanın əsas tərkib hissəsi olan leykositlər burada yaranır. Və leykositlərin xüsusi növü olan limfositlər, hansı ki, yadınızdadır, T və B limfositləri demişdim. Hansı ki, orqanizmdə fagositoz prosesini həyata keçirirdi, yadınızdadırmı? Deyirdim ki, orqanizmə düşən yad cisimləri T və B limfositləri məhv edir. Və bu harda əmələ gəlir? Limfa düyünlərində əmələ gəlir. Və limfa düyünlərin yerləşdi, tamam. Limfa damarları gedir. Baxın, bu ürəkdir, bu ürəkdir, bu ürəkdir. Ürəyə bilirsiniz ki, böyük qan dövranı ilə dedik, aşağıdan gələnlər aşağı boş vena ilə, yuxarıdan gələn yuxarı boş vena damarları ilə, yadınızdadırsa, böyük qan dövranı qurtarırdı. Bax, istənilən orqandan çıxan limfa kapillərlərindən başlanğıc götürən limfa damarları gedir, açılır. Bir, körpücük altı vena damarı deyə damar var. Körpücük altı vena damarına qoşulur. Körpücük altı vena damarı da gedir yuxarı boş vena ilə ürəyin sağ qulaqcığına qayıdır. Deməli, gördünüz, limfa damarı sanki vena damarının bir qoludur, onun yardımçısıdır, bunun köməkçisidir. Bunun daşıya bilmədiyi, gücü çatmadığı artıq-urtuq nə varsa, o hamısı limfaya sorulur. Limfa gedib hara qoşulur? Vena damarına qoşulur. Görürsünüz, arteriya damarına qoşulmur, vena damarına qoşulur. O, yəni, ürəyə yaxın olan körpücük altı vena damarı ilə yuxarı boş venaya açılır. Yuxarı boş venadan da gəlir təbii ki, hara qoşulur? Ürəyin sağ qulaqcığına qoşulur. Yəni, beləliklə limfa dövranı başa çatır.